Sən işlətdin ki, kimya mühəndisliyi və kimya fərqli sahələrdir və bunu bəzən qarışdıranlar olur. Onların fərqini izah edə bilərsənmi? Kimya mühəndisliyi ilə kimyanın fərqi ondadır ki, dediyim kimi mən kimya olimpiadasını fərqlənmişdim, amma fizikanı kimyadan çox sevirdim. Bununla bir yerdə riyaziyyatı siz necə rayon yerində bəzi hələ tam müəllimlər yoxdur ki, onlar riyaziyyatın tətbiqlərini izah edə bilsin. Normal bir haldır, çox normal bir haldır. Çünki onların məqsədi riyaziyyatı elmi olaraq öyrətmək yox, tələb abituriyenti imtahana hazırlamaq. Amma mənə həmişə sual qalırdı ki, yəni bu riyaziyyatın nəsə bir şey olmalıdır. Çünki əgər mən riyaziyyat istifadə edərək kimyəvi prosesləri, fiziki hadisələri, biologiyanı formalizasiya edirəmsə, deməli bu riyaziyyatın tətbiqləri oradan gəlir. Və ona görə riyaziyyatı həmişə araşdırırdım, sevirdim. Sonra dediyim kimi kimya mühəndisliğinə niyə yönəldim? Kimyada daha çox adı üstündə kimya və biologiya tipli biraz daha ağır gedir. Kimya mühəndisliyində isə vəziyyət tamam fərqlidir. Biz kimya mühəndisliyində mən son kurs tələbəsi kimi deyirəm ki, kimyadan daha çox fizika istifadə. Məsələn, bizim kimyada, fizikada keçdiyimiz abituriyent vaxtı, termodinamika, ideal qaz qanunları və s. kimi sahələr əslində biz kimya mühəndisliyində demək olar 4 ildir keçirik. Riyaziyyat deyərəm ki, 3 il rahat riyaziyyat keçdik, xətti cəbri, kalkulusu, riyazi modelləşdirmə və s. Yəni kimya mühəndisliyinin kimyadan əsas fərqi odur ki, biz daha çox müxtəlif fənlərin, elmi sahələrinin bir harmoniyasından söhbət gedir orada. Və kimya mühəndisi orada bölünür, kimya mühəndisi proses mühəndisi olaraq. Onların da arasında bir fərq var. Biri daha çox maliyyəyə fokuslanır, biri daha çox research and development edir və bunu sənaye yönümlü tətbiq etməyə çalışır. Orada da bir fərq yaranır. Belə ümumiyyətlə çox şaxəli bir ixtisas kimya mühəndisliyi. Kimyada biraz daha öz daxilində gedir. Kimya mühəndisliyi daha çox sənaye yönümlü çox şaxələnmə baş verir orada. Mühəndislik yəni özündə göstərir, yəni o fənlərdə göstərir. Bəli, məsələn kimyaçı olan bunu bir dəfə müəllimimiz də soruşmuşdu. Onda cavab vermişdim ki, kimya ilə ümumiyyətcə belə deyim də alimlə mühəndisin fərqi nədir? Alim oturur araşdırır, ya da elm adamı oturur araşdırır ki, filan belədir. Kimya mühəndisi həmin o bilgiyi götürür, bunu sənayenin, zavodun, şirkətin maddi olaraq xeyir güdə biləcəyi üsula çevirir. Məsələn, mən kinetika qanunlarını bilirəm, katalizatorları tanıyıram, amma sən sənayedə hər katalizator istifadə edə bilməzsən. Niyə? Bəziləri bahadır. Məsələn, bundan filan qram bu qədər istifadə edəcəksən, amma başqasını istifadə etsən, məsələn, daha yaxşı effektivliyin olar, daha yaxşı conversion alarsan, daha çox pul əldə edərsən. Kimya mühəndisi buna baxmalıdır. Biznes yönümlü deyək də, yəni biznesin xeyrinə. Əslində bir tərəfi də olur, biznes yönümlü. Həm biznesə baxmalısan, həm safety tərəfə baxmalısan ki, məsələn, o dediyim katalizator bəlkə elə gəlir mənim maddəm dəyişəndən sonra separatorumda bir problem yaradır. Nə bilim, borumu korroziyaya səbəb ola bilər. Ya da elə bir, məsələn, neft çıxanda orada bizim istəmədiyimiz impurity'lər dediyimiz maddələr orada, kükürt kontenti, metal kontenti. Bəlkə o katalizator ona təsir edir, sonra mənim prosesimə zərərlidir. Yəni baxış açığı, baxış bucağı çox genişdir əslində kimya mühəndisliyinin. Yəni əsas fərq də budur. Kimya mühəndisi və kimya ixtisasının fərqi bundadır. Biri mühəndis düşüncəsi tələb edir, daha diqqətli olmalısan. Kimyada isə orada daha çox kişinin elmi tərəfindən söhbət gedir. Çox sağ ol ətraflı məlumat verdiyin üçün. Sən müxtəlif dərslərin adını çəkdin ki, artıq hal-hazırda da doğrusu keçmisiniz. Keçdiyin dərslərin hər birisi sənin ixtisasına, yəni uyğunluq təşkil edirdi. Hər biri düşünürsən ki, sənin çox işinə yarayır. Ümumiyyətlə sənin həqiqətən çox işinə yaradığı bir dərs varmı ki, o dərs indi də səhv etmirəmsə təcrübə proqramında iştirak edirsən. Həmin o iştirak etdiyin təcrübə proqramında real iş mühitində özünü göstərir ki, həqiqətən bu dərsi yaxşı keçmişəm və mən işdə bu prosesi artıq yerinə yetirirəm. Əslində təcrübə proqramı ilə onu əlaqələndirmərəm. Niyə? Çünki mənim əslində öz kimya dediyim kimi sahə çoxdur. Mənim yönəldiyim sahə fərqlidir. Sadəcə mənim laboratoriyada təcrübədə olma səbəbim məntiqi orada başqa idi. Özüm bir yol çizmişdim. Amma bizdə keçirilən dərslər haqqında deyə bilərəm ki, yəni demək olar ixtisas fənləri ilə tam uyuşan dərslərdir. Onları mümkün olduğu qədər dərindən öyrənməyə, həqiqətən mühəndis kimi yetişməyə kömək edir. Məsələn, biz keçirdik termodinamika, mənim ən sevdiyim dərslərdəndir. Mən 3-cü kursun 1-ci semestrinə qədər
kimya mühəndisliyində yönəlmişdim material elmləri sahəsinə. Ki, məsələn, proses materiallarının dizaynı və s. Sonra elə oldu ki, bizdə bir müəllim, Günel müəllim, o bizə Chemical Reaction Engineering dediyimiz bir dərs var. Biz orada həm reaksiya mühəndisliyi, həm də reaktor dizaynından söhbət gedir. O mənim ən sevdiyim dərsdir, hələ də. Çünki o dərsdən sonra demək olar artıq tam özümü harda gördüyümü mən başa düşmüşdüm. Məsələn, o dərsdə biz həm riyaziyyat tətbiqi var idi, həm fizika var idi, həm kimya var idi, həm mühəndislik var idi. O dərs mənim üçün möhtəşəm bir dərs idi. Bununla yanaşı bizdə separation dərsi var. Separation da hansı ki, neft-qaz proseslərinin əsasıdır. Kataliz və katalizatorlar dərsi var idi. 3-cü kursun 2-ci semestri. O da çox maraqlı bir dərs idi. Belə, bunların yaşa sevmədiyim dərslər də olub. Onlardan bəhs etməyəcəm. Amma əgər məsələn kimya mühəndisi olub laboratoriya yönələcək tələbələr xüsusilə analitik kimya dərsinə diqqət etməlidirlər. O çox önəmlidir. Belə deyirəm ki, əsas bu dərslər idi ağlıma gələnlər. Tamam. Bəs sizin qrupda müəllimlərlə münasibətiniz necədir? Çox əla. Çünki mən bilirəm ki, müəllimlər var ki, tələbələrə iş tapmaqda, təcrübə proqramları tapmaqda kömək olur. Sizdə də proses belə olurmu? Ümumiyyətlə atmosfer necədir? Əslində müəllimlərin deyirəm 90%-nin mənim aram şəxsən yaxşıdır. Bəzində olur da bir neçəsi. Onlar da canlar sağ olsun. Bəlkə mənim yaxşılığım üçün daha həvəslə oxuyum deyə. O da bir cür motivasiya növüdür. Amma belə ümumiyyətlə müəllimlərlə bizim Bakı Mühəndislik Universitetinin Kimya Mühəndisliyi kafedrasının tələbələrlə əlaqəsi superdir. Yəni bunu bilmirəm başqa universitetlərdə necədir, amma mənim məsələn bizim universitetdə Ravan müəllim var, Ravan Rəhimov. O Azərbaycanda tanınmış alimlərdən biridir. Yəni o çox sağ olsun ki, məni elmi araşdırmalara əsas yönəldən, daha doğrusu yönelimimi istiqamətləndirməyə çalışıb mənə bir yol çizməyimə kömək edən şəxsdir. Və mən onunla istədiyim zaman mesaj yaza bilirəm, istəyəndə otağına gedib söhbət edə bilirəm və s. Və bu Bakı Mühəndislik Universitetinin həmin o bizim kafedranın fərqini göstərir deyə düşünürəm. Bu sadəcə Rəvan müəllimlə əlaqəli deyil, digər müəllimlər də həmçinin. Həmişə açıqdılar ki, tələbələr gəlsin, onlara kömək edək və s. Məsələn, mən laboratoriyada könüllü şəkildə nəsə öyrənmək üçün çalışmışam. Buna mənim müəllimlərim kömək olub. Məsələn, məqalə yazmaq istəmişəm, buna mənim müəllimlərim kömək olub. Hansısa dərsi başa düşməmişəm, bir dəfə biotexnologiya dərsində sevmirəm o dərsi. Bayaq dediyim o sevmədiyim dərs o idi. Amma müəllimimi çox sevirdim. Ona məsələn demişdim ki, imtahan öncəsi mənə bu mövzunu izah edə bilərsinizmi? O bütün qrupa izah etmişdi. Bu bizim həqiqətən kafedranın əlaqələriniz olduğunu məncə yaxşı bir sübutudur.